Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Ve men tabi'ahum bi ihsanin ila yevmiddin. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ugdeten min lisani yefkahu kavli. Əziz qardaşlar, möhtərəm qardaşlar, Allah Teala bu toplantını hər birimiz üçün xeyirli, faydalı etsin. Və xüsusən də uca Allah qiyamət günü hər birimizin lehine etsin. Sonra əziz qardaşlar, xatırlatmaq istədiyim mövzu, hər bir müsəlman özü özlüyündə bilir ki, Allah Teala bir çox neymətlər bəxş edir. Hər bir mömin bunu bilir. Hər bir mömin bunu özü özündə etiraf edir. Etiraf edir ki, Allah Teala müsəlmana, insana, insanlığa bir çox neymətlər verib. Allah Teala bu barədə Quran-ı Kərimdə də buyurur. Və in ta'uddu ni'metallahi la tuhsuha. Əgər siz Allahın neymətlərini saymaq istəsəniz, heç biriniz o Allahın neymətlərini sayıb qurtara bilməzsiniz. Fikir verin, Allah Teala Quranda bildirir ki, yəni siz Allahın neymətlərini saya bilməzsiniz. Allahın bəxş etdiyi neymətləri. Allah Teala ayənin ardında buyurur ki, İnnallaha lağafurur rahim. Şübhəsiz ki, o Allah çox bağışlayandır, çox rəhm edəndir. Deməli, insan, əziz qardaşlar, ona verilən neymətlərdən sorumludur. Allah Teala ona bəxş etdiyi neymətlərə görə şükür etməlidir. Təşəkkür etməlidir Allaha. Çünki Allah Teala bağışlayandır, mərhəmətlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, öz hədisində, fikir verin, ni'mətəni məğbun fihimə kəthirun minən-nəs. Deyir ki, insanlardan çoxsu iki neymət var ki, o neymətdən aldanmışlar və yaxud da ki, qədrini, qiymətini bilmir. İki neymət var ki, insanların çoxsu o iki neymətin qədrini, qiymətini bilmir. Diqqət edirsiniz. Buyurur ki, əs-sihhətu vəl-fəraq. Birincisi sağlamlıqdır, ikincisi isə boş vaxtdır. Müsəlman, iman gətirən insan, hər bir mömin Allahın ona verdiyi sağlamlığa görə gecə-gündüz şükür etməlidir. Nə qədər insanlar var ki, sağlığından əziyyət çəkir. Amma əgər bir insanın sağlığı yerindədirsə də, bu Allahın ona bəxş etdiyi böyük neymətlərdən biridir. İnsan buna görə şükür etməlidir. Bunun qiymətini, dəyərini bilməlidir. Allahdan ona olan bir lütfdür. Allahın olan bir neymətidir ki, Allah ona bəxş edib və şükür etməlidir. Həmçinin o neymətdən ikincisi də boş vaxtdır. İnsan bundan da sorumludur, əziz qardaşlar. Bəzən görürsən ki, müsəlmanların bir qismi vaxtlarını zay edirlər. Yəni, bu da yaxşı şey deyil. İnsan vaxtından səmərəli istifadə etməlidir, çalışmalıdır. Yəni, nə qədər vaxtı varsa, ömrü varsa, ondan səmərəli istifadə etsin. Çünki qul ömründən soruşulacaqdır. Necə ki, demişlər ki, vaxt insan üçün həyatdır. Vaxt deyir sənin sərmayəndir. Hər bir müsəlman vaxtının qədrini, qiymətini bilməlidir. Deyir ki, əziz qardaş, əziz müsəlman, əgər sən vaxtın qiymətini bilmək istəyirsənsə, o zaman deyir, qaid Allahın kitabına. Allah Teala öz mübarək kitabında vaxtın qiymətini uca tutmaq üçün bir neçə ayələrdə tək-tək Allah and içir vaxta. Fikir verirsiniz, vaxtın özünə, zamanın özünə Allah bir neçə ayələrdə tək-tək and içir. Bu deyir, Allahın həmin vaxta, zamana dəyər verməsini göstərir. Diqqət edin, Allah Teala Quranda buyurur ki, وَالْلَيْلِ اِذَا يَغْشَى And olsun qaranlığa bürünmüş gecəyə. Və sonra Allah Teala and içir وَالنَّهَارِ اِذَا تَجَلَّى And olsun açılmış gündüzə. Fikir verin. Birinci Allah Teala nə dedi? وَالْلَيْلِ اِذَا يَغْشَى And olsun qaranlığa bürünmüş gecəyə. Allah həmin o zaman ki var, gecə. Leyl, ona and içir. Baxın, nə qədər bu zamanın dəyərli olmasını göstərir. Sonra Allah Teala deyir, وَالنَّهَارِ اِذَا تَجَلَّى And olsun açılan o gündüzə, sabaha.
Sonra fikir verin, başqa bir ayədə Allah Teala and içir. Vel fəcr. Fəcr zamanına and içir. Fəcr dan yeri ağaran vaxtdır. Sübhün çağıdır, dan yeri ağaran vaxt. Allah Teala and içir fəcrin vaxtına. Sonra Allah Teala and içir və ləyalin aşr. And olsun 10 gecəyə. Fikir verirsiniz, gecəni xüsusiləşdirir. Alimlər qeyd edirlər ki, bu 10 gecə xüsusən Zilhiccə ayının, hicri tarixi ilə Zilhiccə ayının əvvəl 10 günü nəzərdə tutulur. Allah Teala baxın bu gecəyə and içir. 10 gecəyə. Vəl-leyli və ləyalin aşr. 10 gecəyə and olsun. Sonra Allah Teala başqa bir ayədə yenə zamana and içir. Və-duha. Duha vaxtına Allah and içir. Duha, bilirsiniz, duhanın girəcəyi vaxtda, yəni günəşin çıxacağı vaxtdan ta zöhrə, günorta namazına yaxın bir vaxta qədər olan müddətdir ki, Allah Teala həmin zamana and içir. Sonra Allah Teala and içir vəl-asr. Asr vaxtına and olsun. Asrda bilirsiniz ki, artıq asrın vaxtı nə vaxtı? Günortadan sonra axşama doğru gedən bir zamandır. Fikir verin, bu ayələrin hamısı Allah Teala tək-tək qeyd edir, and içir həmin bu vaxtların adına. Və necə ki qeyd edirlər, baxın deyir, bu vaxtların hər birinə Allah ayrı-ayrılıqda and içir. Və bu zamanın nə qədər əhəmiyyətli olmasını göstərir. Nə qədər qiymətli olmasını göstərir. Ona görə də deyir ki, zaman sənin həyatındır. Vaxt deyir sənin həyatındır. Və həmçinin zaman sənin ömründür. Sən də o günlərdən ibarətsən, o zamandan, o vaxtdan ibarətsən. O günlərdən biri keçdikcə, biri ötüb keçdikcə sənin bir parçan gedir. Fikir verirsiniz? Yəni insan günlərdən ibarətdir. İnsandan, yəni zamandan bir gün keçdikcə deyir ki, sənin bir parçan gedir. Və yaxud da ki, hər dəfə zaman ötüb keçdikcə sənin bu həyatda olan mövcudluğun yox olmağa yaxınlaşır. Baxın cümləyə. Hər dəfə zaman ötüb keçdikcə artıq sənin varlığın yoxluğa yaxınlaşır. Sən bu həyatda mövcudsan, varsan, zaman ötüb keçdikcə artıq sən yox olmağa yaxınlaşırsan. Yəni dünyadan köçməyə yaxınlaşırsan. Ona görə də əziz qardaşlar, müsəlmanın üzərinə düşən çalışması lazımdır. Bu həyatda ona verilən ömürdən səmərəli istifadə etməsi lazımdır. Hətta qiyamət günü müflislərdən olmasın. Zamanından səmərəli istifadə etsin. İnsan müflislərdən olmasın deyə. Baxın, dahi alimlərdən Həsən əl-Basri, Allah ona rəhmət eləsin. Böyük şəxsiyyətlərdən olub. Və eləcə də böyük alimlərdən olan İbn Əbi Dünyənin Zuhd kitabında qeyd olunur ki, Həsən əl-Basri baxın nə gözəl söz deyib. Deyib ki, fəd-dünya thələthətü əyyəm. Dünya 3 gündən ibarətdir. Necə ki, bizdə də belə bir deyim var, eşitmişsiniz. Buyurur ki, əmmə əl-əms fəqəd zəhəbə bimə fihi. Dünənki günə gəldikdə artıq dünənki günün və onun içində olan hər bir şey ötüb keçdi. Fikir verin, görün necə qiymətli sözdür. Əmmə əl-əms fəqəd zəhəbə bimə fihi. Dünənki günə gəldikdə, dünənki gün və onun içində olan hər bir şey, nə ki var idi, dünən olan hadisələr, dünən baş verən bütün hər şey ötüb keçdi. Bir də qayıtmayacaq. Və sonra buyurur ki, əmmə qadən fələalləkə lə tudrikuhu. O ki qaldı deyir sabaha, sabahki günə. Ola bilsin ki, sən deyir sabaha yetişmədin. Ola bilər. Mümkündür əziz qardaşlar. Burada olan hər birimizin başına gələ bilər. Heç bir kimsə öz əcəlini bilmir. Hətta peyğəmbərlər belə öz əcəllərini bilmirdilər. Allahın ən sevimli qulları idi. Buyurur ki, وَأَمَّا غَدًا فَلَعَلَّكَ لَا تُدْرِكُهُ. Ola bilsin, sabaha gəldikdə isə sən deyir, sabaha yetişməyə bilərsən. وَأَمَّا الْيَوْمْ فَلَكَ فَعْمَلْ فِيهِ. O ki qaldı deyir, bugünkü günə və sən bu gün mövcudsan. Sən bu gün üçünsən. Və elə isə deyir, sən bu günün içində, daxilində əməl et. Deməli, nə qədər ki, sağıq, bu gün bitməyib, sona çatmayıb. Deməli, Həsən əl-Basrinin sözü nəyi
göstərir, nəyə irşad edir bizi? Yəni, bu günün daxilində bizə çalışmağı, əməl etməyi, daha çox əməlləri artırmağa təşviq edir. Və sonra yenə buyurur başqa bir yerdə Həsən Əl-Basri, Allah ona rəhmət eləsin. Buyurur ki, ya İbn Ədəm, İyyəkə və təsfif. Deyir ki, ey Adəm övladı, sən deyir, təxirə salmaqdan deyir, çəkin. Gecikdirməkdən, buraxmaqdan, vaxtı, zamanı təxirə salmaqdan deyir, çəkin. Fə innəkə biyevmikə və ləstə biğadikə. Deyir ki, çünki sən bugün mövcudsan, bugünün içərisindəsən, bugünlə yaşayırsan, sən deyir, sabahla mövcud olmaya bilərsən. Yəni, sən sabah olmaya bilərsən, sabah üçün deyilsən. Fikir verin, əziz qardaşlar, bu olduqca qiymətli sözlərdir. Yəni, Həsən Əl-Basrinin sözü bizə nəyi öyrədir, nəyə təşviq edir, nəyə yönəldir? Yəni, insanın daha çox əməllərinə diqqət etməsi, çalışması, vaxtını dəyərləndirməsi, zamanını daha səmərəli keçirməsi. Çünki zaman ötüb keçir, əziz qardaşlar. İnsan zamanı tutub saxlaya bilməz. İnsanın qazanacağı nədir? Etdiyi əməllər, salih əməllər, xeyir əməllər. Ona görə də, əziz qardaşlar, bizim üzərimizə düşən tövbə və istiğfarı çoxaltmaqdır. Verilən ömürdən səmərəli istifadə etməkdir. Daim Allahdan bağışlanma istəməkdir. İnsan günah edəndir, xəta edəndir. Bu qaçınılmazdır. Kimliyindən asılı olmayaraq, əziz qardaşlar, möhtərəm müsəlmanlar. Hər bir insan, çünki Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə buyurmuşdur, Kullu bəni Ədəm xatta, bütün Adəm övladları xəta edəndir. İstisna qoymadı. Elm əhli, elm tələbəsi, alim, bütün elm, yəni heç bir kəs istisna olmadı. Hər kəs xətaya məhkumdur. Lakin çıxış yolunu da Allah Rəsulü bizə göstərib. Deməli, insan xəta edəndə xətasından dərhal dönməsi üçün nə etməlidir? Allah Rəsulü bildirib. Ən xeyirli xəta edənlər kimlərdir? Dərhal tövbə edənlər. Ona görə insan xəta etdikdə, istər dili ilə, hər hansı bir xətaya yol verdikdə, hər hansı bir əməli ilə xətaya yol verdikdə, dərhal Allahdan bağışlanma istəməlidir. Çünki insan zəifdir, zəif yaradılıb. Bu qaçınılmazdır. Müsəlman daim Allahdan bağışlanma istəməlidir. Dilində, qəlbində Allaha sığınmalıdır günahlardan. Ona görə dəyərli qardaşlar, insan ömründən səmərəli istifadə etməlidir. Qeyd etdiyim kimi, insan günah edə bilər, xəta edə bilər, lakin çıxış yolu nədir? Dərhal Allahdan bağışlanma istəməkdir. Dərhal tövbə etməkdir. Çünki tövbə və istiğfar mömin üçün əsas meyar olmalıdır. Allah Teala bağışlayandır, rəhm edəndir. Qul da daim Allaha yönəlməlidir, ona sığınmalıdır, ondan bağışlanma istəməlidir. Fikir verin, əziz qardaşlar, insan zamanını qiymətləndirməlidir. Deyir ki, o kəslər kimi olma ki, onlar deyir zamanlarını itirirlər, zamanlarını zay edirlər, hədər edirlər, buna görə heç bir narahatçılıq hiss etmirlər. Lakin deyir, onlar deyir, pulunu itirəndə, malını itirəndə oturub ağlayırlar, onun həsrətini çəkirlər və düşünmürlər ki, zaman ondan daha dəyərlidir. Yəni, insan zamanını itirir, bunun üçün heyfsilənmir. Halbuki deyir, insan o itirdiyi pulun əvəzlənməsi mümkündür. Yəni, o itirilən pulun əvəzinin verilməsi, əvəzlənməsi mümkündür. Allah Teala o itirilən malı əvəzləyə bilir, mümkündür bunun yerinə yetirilməsi. Lakin gedən zaman geri qayıtmır. Deyir ki, o kəslər kimi olma ki, onlar deyir, vaxtlarını zay edir, hədər edir. Umurunda deyil, lakin pulu itəndə deyir, oturur, ağlayır və həsrət çəkir. Halbuki fikirləşmir ki, o pulun əvəzi bərpa oluna bilər. Ona görə dəyərli qardaşlar, insan düşünməlidir ki, ömür ona bir dəfə verilir. Bir dəfə. Nə qədər yaşayacağını da Allahdan başqa heç kimsə bilmir. Deyir ki, sən əlini salıb xəzinəndən sənə aid olan bütün o sərvətini deyir, oda atmağa hazır olarsanmı? Əlbəttə ki, heç kimsə buna razı olmaz. Sən öz xəzinənə deyir, əlini salıb, o xəzinəndən malını çıxarıb oda atmağa razı olarsanmı? Heç kim buna razı olmaz.
fikir verin Əli ibn Əbi Talibin sözünə. Çox qiymətli bir söz deyir. Əli ibn Əbi Talib, Allah ondan razı olsun, buyurur ki, İrtəhələt əd-dünya mudbira. Deyir ki, dünya artıq deyir, ötüb gedir. Sona doğru. Sözlərə fikir verin, çox qiymətli sözlərdir. İrtəhələt əd-dünya mudbira. Deyir, dünya artıq deyir, ötüb gedir. Yəni sona doğru. Dünya tükənməyə doğru gedir. Və irtəhələt əl-əxirətə muqbilə. Axirət isə irəlidədir, qarşıdadır. Axirət gəlir. Axirət hər kəsin qarşısındadır. Sonra buyurur ki, وَلِكُلِّ وَاحِدَةٍ مِّنْهُمَا بَنُونَ. Onların hər ikisinin öz övladları var. Dünyanın və axirətin övladları var. فَكُونُ مِنْ أَبْنَاءِ الْآخِرَةِ وَلَا تَكُونُ مِنْ أَبْنَاءِ الدُّنْيَا. Elə isə deyir, siz dünyanın yox, axirətin övladları olun. Sonra diqqət edin nə deyir? فَإِنَّ الْيَوْمَ عَمَلٌ وَلَا حِسَابٌ. Çünki deyir, bu gün deyir, əməl günüdür. Hesab günü deyil. Bu gün insan üçün vaxt var, zaman var. Yəni, necə ki dedik, qeyd etdik, ömür sənin üçün deyir, nədir? Həyatdır. Ömür sənin üçün nədir? Sənin sərmayəndir. Bu gün deyir, əməl günüdür. Həqiqətən bu gün bizim, hər birimizin içi başlaman olmaqla fürsət var. Yəni, əməl etmək üçün. Hesab günü deyil. Və sonra buyurur ki, وَغَدًا حِسَابٌ وَلَا عَمَلٌ. Sabah isə hesab var və əməl olmayacaq. Baxın, necə qiymətli sözdür. Bu sözlərdən hər birimiz öz nəfsimiz üçün, özümüz üçün ibrət almalıyıq. Həyatımızda tətbiq etmək üçün. Sabah Allahın huzurunda artıq haqq hesab olunacaq insanlar. Əməl olunmayacaq. Bu dünyada olunan əməllərin qarşılığı veriləcək. Allah bizim üzümüzü ağ eləsin o gün, Allahın huzurunda. Ona görə deyir ki, vaxt keçmədən, zaman ötüb keçmədən, sən deyir, vaxtının dəyərini bil. Bir vaxt sürətlə ötüb keçir. Necə ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurmuşdur. İmam Müslimin rəvayətində, İhris alə mə yənfəuq. Sənə fayda verən şeyə həris ol. Fikir verin. İhris alə mə yənfəuq. Sənə fayda verən şey, o şey ki, sənə fayda verir, sənin axirətinə fayda verir, eyni zamanda dünyana da yaxşı şeydirsə fayda verir, ona həris ol, can at. Ona görə də əziz qardaşlar, insan daimi ona fayda verən şeyə həris olmalıdır. Çünki axirətdə sənə fayda verən şeylər sənin önünə qoyulacaq. O şey ki, sənin üçün faydalı olacaq, qiyamət günü, onlar sənin qarşına qoyulacaq. Yəni, sən onların mükafatını alacaqsan, qarşılığı veriləcəkdir. Yəni, bugün sən hazırlaşırsansa Allah axirət üçün, Allahın qarşısında imtihan olunmaq üçün, Allah Teala sənin mükafatını verəcək, bir mənalı olaraq. Deyir ki, ona görə ey müsəlman, ey mömin, və sən deyir, diqqətli ol. Diqqətli ol ki, ömür deyir, sənin əlindən sürətlə ötüb keçməsin. Onsuz da ömür deyir, sənin əlindən sürətlə ötüb keçir. Fikir verin. Ömrü saxlamaq olmur, əziz qardaşlar. Hər bir insan, burada olan insanların hər biri özünün uşaqlığını bəzən xatırlayır, yadına salır. Bir zaman var idi, mən uşaq idim. Hər kəsin zehninə gəlir. Elə bir insan yoxdur ki, o şuuruna, düşüncəsinə bu fikir gəlməsin. Baxın, necə gəldi, zaman ötdü, keçdi. Ona görə deyir ki, ey müsəlman, ey mömin, diqqətli ol. Ömür deyir, sürətlə deyir, sənin əlindən ötüb keçir, qaçır. Və sən deyir, onu deyir, saxlaya bilmirsən. Ona görə deyir, sən deyir, diqqətli ol ki, və o ömrü dəyərli keçir. Və o kəslərdən olma ki, qiyamət günü sənin kitabında yalnız həsrətlər olsun. Yəni, sən qiyamət günü həsrət çəkənlərdən olma. Yəni, o kəslərdən olma ki, qiyamət günü əməllərin toz olsun. Subhanallah. Qiyamət günü deyir, o kəslərdən olma ki, sənin əməllərin hamısı toza çevrilsin. Allah qorusun. Ona görə deyir, ömür deyir, sürətlə keçir, dayanmır. Və deyir, heç bir kimsə deyir, ömrü, zamanı, həyatı geri qaytara bilməz. Və ömür özü də deyir, dayanmır. Zaman özü də dayanmır. Fikir verin, əziz qardaşlar.
Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərindən birində, möhtəşəm hədislərindəndir, eşitmisiniz. Buyurur ki, İğtənim xamsən qablə xams. 5 şey gəlməmişdən qabaq, 5 şeyin qədrini, qiymətini bilin. 5 şey gəlmədən öncə 5 şeyin qiymətini bilin, qədrini bilin. Qocalığın o çağı gəlməmişdən qabaq, hansı çağı? Qocalıb insan deyir, əldən düşür. O çağı gəlməmişdən qabaq, gəncliyinin, cavanlığının, yəni insan qocalır, əldən düşür. Bilirsiniz də, qocalığın bir dövrü var ki, insan qocalır, əldən düşür. Deyir ki, o hal gəlmədən əvvəl cavanlığının, gəncliyinin qədrini, qiymətini bil. Və sihhətkə qablə səqamik. Və sonra buyurur ki, xəstəlik gəlmədən öncə sağlığının qədrini bil. Bəli, əziz qardaşlar, insan sağlığında ibadətlərə meyllənmirsə, bu onun üçün yaxşı deyil. Xəstəlik gələndə, insan xəstə olanda canının hayında olur. Sağalmağı düşünür. İbadət elə də yada düşmür. Amma ona görə insan düşünməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləmin bu qiymətli sözü bizim üçün böyük dərs olmalıdır, örnək olmalıdır həyatımız üçün. Xəstəlik gəlmədən öncə deyir, sağlığının qiymətini bil. Kasıblıq, fəqirlik gəlməmişdən qabaq əlində olan sərvətinin qədrini, qiymətini bil. Məşğuliyyət gəlməmişdən qabaq o boş vaxtının qədrini, qiymətini bil. Çünki insan nə iləsə məşğul olanda ibadətlərdən artıq uzaqlaşır. Ona görə nə qədər ki, vaxtın var, zamanın var, müddətin var, ibadətlərə daha çox yönəlməlisən. Rasulullah buyurdu ki, ölüm sənə gəlmədən öncə həyatının qədrini bil. Bəzən insan unudur, əziz qardaşlar. Bəzən insan ölümü unudur. Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına bir kişi gəlir, soruşur ki, ən ağıllı insan kimdir? Aqil insan. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, ölümü xatırlayan və özü üçün hazırlıq görən. Ölümü xatırlayıb, onun üçün hazırlıq görən. Ona görə aqil insan, ağıl sahibi olan insan daim xatırlamalıdır ölümü və ölümdən sonraki həyatı. Peyğəmbər sallallahu aleyhi və səlləm də ümmətini nəyə irşad etdi? Ölüm gəlməmişdən öncə sənə verilən həyatın qədrini, qiymətini bil. Bəli, əziz qardaşlar. Biz bugün bizə verilən ömrün qədrini, qiymətini bilməliyik. Bu ömürdən səmərəli istifadə etməliyik. Əgər biz səmərəli istifadə etməsək, sabah yaşadığımız ömür bizim əleyhimizə olacaq. Çünki insan yaşadığı ömür, yaşadığı həyat, etdiyi əməllər ya onun lehinə olacaq, ya onun əleyhinə olacaq. İnsan özü qazanır. Etdiyi hər bir şey onun ya lehinə olacaq, ya əleyhinə olacaq. Allah o gündən qorusun ki, bizim əleyhimizə olsun. Fikir verin, dəyərli qardaşlar. Qiyamət günü insana suallar veriləcək. Hər bir insana. Allah Teala bütün bəşəriyyətin önündə insanlara sual verəcək. Allahın huzurunda veriləcək bu suallar. Və bütün hər kəs də deyir, buna şahid olacaq. Hər kəs müşahidə edəcəkdir. Ona görə deyir ki, sən düşün ki, o gün sənə verilən suallara cavab verə biləcəksənmi? Bu barədə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Lə təzulu qədəmə abdin yevməl qiyaməti həttə yusələ ən ərbəə xisəl. Fikir verin. Rasulullah sallallahu aleyhi və səlləm buyurdu ki, qiyamət günü qul 4 şeydən soruşulmadan ayağını irəli ata bilməyəcək. 4 şeydən soruşulmadan ayağını irəli ata bilməyəcək. An umrihi, deyir ki, ona verilən ömürdən. İnsan ona verilən ömürdən soruşulacaq. Fimə əfnahu, ömrünü necə keçirdi, harada keçirdi, ömrünü nəyə sərf etdi? Fikir verin, nə qədər dəyərli, qiymətli sözlərdir. Bizim hər birimiz iman gətirən kişi və qadın hər bir insana aiddir. Ömrünü necə keçirir, nəyə sərf edir, harada keçirir? Və an şəbabihi fimə əbləhu, gəncliyini, cavanlığını
necə keçirdi? Harada keçirdi? Və an malihi və an ilmihi. Eləcə də o ona verilən maldan, sərvətdən, mülkdən soruşulacaqdır. Necə qazandı və necə sərf etdi? Və eləcə də elmindən. Ona verilən elmi insanlara çatdırdı mı? O verilən elmi insanlara təbliğ etdi mi? İnsan əgər elm öyrənirsə, birinci üzərinə düşən özü də əməl etməklə bərabər Allah bizi həqiqi şəkildə əməl edən qullarından etsin. Və bununla bərabər həm də o öyrəndiyi elmə dəvət etməlidir, təbliğ etməlidir. Çünki elmi öyrənənin üzərinə düşən vəzifə nədir? Allahın risalətini insanlara çatdırmaqdır, dəvət etməkdir. Bacardığı təqdirdə, əlindən gəldiyi təqdirdə. Çünki elmi saxlamaq olmaz. Baxın deyir, bu deyir, necə də deyir, əzəmətli bir əmanətdir. Və baxın deyir, necə də deyir, əzəmətli olan suallardır və sualı soruşandır. Və bütün müşahidə olunanların nə qədər deyir, çox müşahidə edənlər olacaqdır. Yəni, bir çox kəsim olacaq ki, bütün bəşəriyyətin önündə sorğu-sual olunacaq. O zaman deyir, necə deyir, cavab verəcəksən? Deyir ki, sən çalış, ömrünü deyir, uğur qazananların həyatını necə ki sərf edirlər, bax gör onların uğur qazananlar qeyd olunduqda burada, yəni salih əməllər edənlər ki, necə ki ömrünü sərf edir, keçirir, onlardan sanmı, yoxsa deyir, ömrünü zay edən, günahlar içərisində, şər əməllər içərisində keçənlərin yolunda sanmı. Və deyir, ona görə deyir ki, çalış deyir, sən deyir, ömrünü, zamanını, vaxtını uğur qazananların, yəni salih əməllər edənlərin, necə ki onlar deyir, vaxtlarını keçirirlər və eyni ilə onların vaxtlarını keçirənlər kimi ol. Nəinki deyir, o kəslər ki deyir, pisliklər içərisində, şər içərisində, günahlar içərisində, dünyada edilən günahlar içərisində deyir, onlar deyir, ömrlərini zay edirlər. Baxın deyir, bu deyir, insan üçün nədir? İbrət olmalıdır. Ona görə dəyərli qardaşlar, bizim hər birimiz çalışmalıyıq, bacardığımız təqdirdə, öyrəndiyimiz, eşitdiyimizə əməl etmək. Və bununla bərabər, qeyd etdiyim kimi, hər bir insan xəta edə bilər. Bu qaçınılmazdır. Xətaya, günaha düşə bilər. Dərhal insan günah etdikdə, xəta etdikdə Allahdan bağışlanma istəməlidir, tövbə etməlidir. Uca Allahdan istəyirəm ki, bizim hər birimizin günahlarını bağışlasın. Allahdan diləyirəm ki, bizim dilimizi və qəlbimizi daim Allaha istiğfar və tövbə üzərində etsin. Allahdan istəyirəm ki, bizə öyrəndiklərimizə səmimi şəkildə əməl edən qullarından etsin. Allahdan istəyirəm ki, bizim valideynlərə rəhm eləsin, zürriyyətimizi salihlərdən etsin. Uca Allahdan istəyirəm ki, zülmə məruz qalan bütün müsəlman bacı və qardaşlarımıza yardım etsin. Allahdan istəyirəm ki, bütün dünyanın harasında olmasından asılı olmayaraq, ac olan, susuz olan, çətinlikdə olan bütün müsəlmanlara Allah-u Teala yardım etsin. Və Allahdan diləyirəm ki, bizə iman üzərində yaşayıb, iman üzərində ölməyi müvəffəq etsin. Sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Subhanəkəllahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.